Deməli, bizə verilibdir tangens alfa kök altında 7-yə bərabərdir. Bizdən bu sinus kvadratı çıxaq kosinus kvadratı bölə kosinus kvadratı alfanı soruşur. Biz bilirik ki, trigonometrik enlilərdən 1 plus tangensin kvadratı alfa bərabərdir 1 bölü kosinusun kvadratı alfaya. O zaman tangens alfanın yerinə kök altında 7 qoysam kvadratı 7 edir və buradan nəticə çıxır ki, 1 üstə gəlinsin 7 bərabərdir 1 bölünsün kosinusun kvadratı alfaya və kosinus kvadratı alfanın da 8'də 1 olduğunu deyə bilərik. Biz digər trigonometrik eğrilərdən bilirik ki, sinus kvadratı və kosinus kvadratı toplamı 1'ə bərabərdir. O zaman deyə bilərik ki, sinus kvadratı alfa da 8'də 7'dir. Çünki bunların toplamı 1 verməlidir və verilən ifadədə yerinə yazsam, kök altında demək sinus kvadratının yerinə 8'də 7 yazıram, kosinus kvadratının yerinə 8'də 1 yazıram, məxrəcdə isə kosinus kvadratının yerinə yenə də 8'də 1 yazıram. Və buradan da alıram ki, yuxarıda sürətdə 8'də 6, aşağıda isə 8'də 1 alınır və bu da bərabərdir. Bunlar ixtisar getsə, deməli alınır burada 3 və 4, kökdən də çıxır, kök altda 3, məxrəcdə də 4-dən 2 çıxır, vurulsun 8 və bununla da ixtisar getsə, düzgün cavab 4 kök altda 3 olmuş olur. Və trigonometrik eğrilərdə əsas olan trigonometrik eğrilərin hardan necə alınması ilə bağlı videonun aşağısında link yerləşdirilir. Oradan baxa bilərsiniz.